don't speak when you spat your venom. Keep it shut. I had it when you hit average. It bad new message, color Ferris, get you fire. I can find us silver's lining. I don't mean to judge, but when you read your speech, it's iron. Enough is enough. I'm covering in my head like a kid. When your words mean nothing, I go la la la. And turning up the volume when you speak, 'cause my heart can't stop it. I find out what to block it. Love is running out the time. I will call there, I would rather be a cover when the words collide. I'm gonna drive you out before I lose my mind. I can find us silver's lining. I don't mean to judge, but when you read your speech, it's iron. Enough is enough. I'm covering my ears like a kid. When your words mean nothing, I go la la la. I'm turning up the volume when you speak, 'cause my heart can't stop it. I find out when to block it. I'm covering my ears like a kid. When your words mean nothing, I go la la la. And turning up the volume when you speak, 'cause my heart can't stop it. La la la. Ben de gözledim fayda verip çöneceğim. Salam. Salam. Adınız nədir? Lena, 31 yaşım. Leonçka, mahnının ən şirin yerini oxumadısı. La 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 la. Və çox dəyişdiniz mahnını. Mən bəzən fikirləşirəm ki, əziz həmkarlarım, mahnını çox özünküləşdirəndə mahnının ləzzəti itir. Bu, bilirsiniz də, dünya rəqs meydançalarını lərzəyə gətirən bir kompozisiyadır. Bu, bəlkə də 2014-ün ən uğurlu mahnısıdır. Çox ağır gəldi mənə sizin ifanızda, Lena. Çox ağır gəldi. Mən ona görə dönmədim. Səni çox bəyəndim, səsini çox bəyəndim. Bu mahnıdakı improvizasiyan mənim üçün çox qeyri-adi idi və çox bəyəndim. Həddindən artıq müsbət baxıram. Əlbəttə ki, hər kəs öz fikrini söyləyir, hər kəsin. Çünki musiqi elə bir şeydir ki, tərcih, zövq və əlbəttə ki, dünyada çox eksperimentlər var, mahnıları fərqli oxuma. Sən də o yolla getmisən. Mən yəni, bəyəndim sənin səsini, çalarlarını. Düzdür, nəqarəti mən də gözləyirdim, orijinal nəqarəti. Amma sənin də özünü yanaşman var idi. Bunu da mən yenə də müsbət dəstəkləyirəm. Mən bunu səndə dəstəkləyirəm. Sadəcə, yenə deyirəm, komandam dop doludur, qızım dop doludur və bu şanssızlıq var. Buna şanssızlıq demək olarsa. Tünzar, özür istəyirəm. Bu uşaqlara biz deyirik ki, sən özün bildiyin kimi yanaşdın. O səhnədə hələ olmayıbdı. O nə cür, yəni özünə məxsus bir oxu tərzi var onu? Bu mənim fikrimdir. Bəli, onun öz tərzi var idi və gəlin burada mübahisə etməyək. Müsabiqədə nə eləyir bunu? Çox gözəl özünə məxsusluğu təqdim elədi və mən bu işləri sadəcə dəstəkləyirəm və hər zaman el eksperimentlərin yanındayam. Əgər o uğurlu və professional keyfiyyətlidirsə. Ay, sağ ol. Mən bu sonluğu gözləyirdim. Leonçka, biz sizə gələcəkdə uğurlar arzulayırıq. Təşəkkür ki, gəldiniz və sizə bolluca şans arzulamaq istəyirəm. Qızım, incimə bizdən. Yox, hər öz fikrini söyləyir. Şəxsən mənim o yaşımdır ki, mənim evladlarım da haradasa biraz səndən kiçik olsalar, mən istəyirəm ki, Azərbaycan səhnəsinə elə sənin kimi yaraşıqlı qızlar gəlsinlər, yaxşı oxusunlar. Sən də yaxşı oxuyursan. Bu dəfə alınmadı, eyb yox. Uğurlar sənə. Çox sağ olun. Lenaçka, Lahiyadan gedirsən, amma davam elə, sözsüz davam elə. Çox yaraşırsan səhnəyə. Bravo sən. Təşəkkür. Olan şeydir. Əsas, bilirsiniz nədir? Dayanmayın. Dayanmıram. Mən onsuz da işləyirəm. Öz istədiyim, necə deyim,
musiqi ilə, yəni bağlı işləyirəm. Amma səs Azərbaycan 2-yə gəlin. Baxarıq. Yox, baxarıq yox. Mütləq gəlmək lazımdır. Çünki bilirsiniz, əsas odur ki, siz bir dəfə sınadınız, ikinci dəfə də gəlin. Biz ən azından sizi gözləyirik. Çox sağ olun. İnsan inandığı bir şeyə davam eləməlidir. Əlbəttə. Mənim fikrimcə. Bu sizin arzunuzdur, bu sizin istəyinizdir, arzunuzun dalınca getməlisiniz. Və bilin ki, biz sizi burada hamımız gözləyirik. Hər zaman da biz yanındayıq. Bu cür sağ olun. yaxınlarla bir yerdə. Təbrik edirəm Çox sizi. sağ olun. Uğurlar sizə. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Münsifdirlər. Mən heç nə deyə bilmərəm onların seçiminə. Amma mən fikirləşəm ki, çox yaxşı ifa elədi. Bir tamaşaçı kimi. Bir tamaşaçı kimi. Bənzəyir. Elə bil uşaqlar üçün yazılmış hansısa belə şən, pozitiv bir mahnını qara bir nağıla çevirmək. Yo, janrını dəyişmişdi. Çox ağırlaşdırmışdı mahnını. Çox Rock janrında ağırlaşdırmışdı. O çalışıb. mahnının o təmizliyi, o sözün yaşlı mənasında yüngüllüyü itmişdi. O elə bir mahnıdır, mən inanmıram ki, kimsə onu eşidəndə Çünki artıq, heç olmasa çiyinləri hərəkət eləməz. Bilirsiniz, məsələ oradadır ki, artıq aranjman başdan ayağa dəyişmişdi və rock gitaranın, ümumiyyətlə gitara faktının olması, reallığın olması artıq mahnının Məgər istiqaməti ki, dəyişəcək. musiqiçilərimiz əslində iştirakçının istəyini nəzərə alır.